Allaha qarşı nankorluq demək yalnız müşriklərin elədiyi kimi Allaha şirk qoşmaq və yaxud axirəti inkar etmək və yaxud peyğəmbərləri yalanlamaq tərzində deyil. Allaha qarşı nankorluq etmək sənin etdiyin hər günah özü-özlüyündə Allaha qarşı nankorluqdur. Yəni səviyyə-səviyyədir. Deyək ki, o müşriklər günahın ən böyüyü olan şirk səbəbi ilə və yaxud axirəti inkar səbəbi ilə nankor vəziyyətinə düşürlərsə, sən də etdiyin hər günahda, etdiyin hər asilikdə, Allahın əmr etdiyi hər bir fərzi tərk etmədə, gecikdirmədə nankor vəziyyətinə düşmüş olursan. Çünki nemət şükrü gərəkdirir və sən şükr eləməyən qul olmuş olursan. Bu səbəbdən də Uca Rəbbimiz şükr eləyən qulların çox az olduğunu bizə xəbər verir. Yəni insanların əksəriyyəti nankordur. İnsanların əksəriyyəti Allaha haqqı ilə şükr etməzlər. Zaten haqqı ilə şükr yəni insanın bacara biləcəyi bir şey deyil, amma insanların əksəriyyəti normal şəkildə də Allaha şükr etməzlər. Və burada isə məxsusən müşriklərin halı bizə çatdırır ki, qutiləl insan mə əkfərə. O necə də nankordur. Yəni Allah Azza və Cəllə onu yaratdığı halda, bütün kainatı yaradıb onun xidmətinə verdiyi halda, ona ruzilənəcəyi nemətlər verdiyi halda, o yenə də asilik eləyir, o yenə də üsyan eləyir. O yenə də Allahın Rəbb olduğunu, ilah olduğunu qəbul etmir. Və yaxud qəbul etdiyi halda yenə də əməlləri ilə Allahın ayələrini yalanlayır. Allah Azza və Cəllə bu insanın halını bizə xəbər verir.